əsas səbəb mənə elə gəlir ki, bu savadsızlıqdır ki, seriallarda özünü göstərir, seriallarda da ki, bunlar qane edir bunları və artıq bir şeyə iddiaları yoxdur. Serial oynamaq üçün elə böyük bir bədii təcrübə, bədii təfəkkür lazım deyil mənə elə gəlir. Ona görə elə teatrda serial səviyyəsinə gətirib çıxardırlar, kinonu da. Bununla da kifayətlənirlər. Bu da ki, yaxşı yoldur da, asan yoldur. Tez populyarlaşırsan, TikTokda zətdə, YouTube'da səni tanıyırlar. Bəs eləyir də, toyda da, orada da, burada da bir iki ağız oxuyursan, eləyirsən, bir iki dənə nömrə göstərirsən, oldun populyar. Savadsızlıq, mən belə biliksizlik, dünya görüşünün olmamağı, az olmağı. Əsas səbəb bunu görürəm. Mən özümə aid edirəm. Çünki mən sənətə başlayanda elə institutlərdən mütəmadi oxuyurdum. İndi özüm haqqında böyük fikirlər demək istəmirəm, amma bir dənə yaxşı cəhət odur ki, mən ədəbiyyat mənə xarakteri, obrazları görməyə, konflikti əsas görməyə, problemi görməyə məndə təcrübə yaradıb. Yəni bir səmt yaradıb da məndə. Məncə əsas budur. Bu olmayanda rejissor da üzr istəyirəm, invalid kimi olur da, 50 il olur. Ona görə də səhvlik var hər şeydə. Məncə budur. Taliyyəsizlik dünya görüşə də çox pis təsir edir. Yəni ətrafında nə baş verir, ölkədə nə baş verir, dünyada nə baş verir, bu məsələlərə biganələşirsən, xəbərləri yoxdur, faktları açıqlamıram, vaxt məsələsidir. Sadəcə inanın mənə dəhşətə gəlirəm ki, adi şeyləri bilmirlər, adi şeyləri, siyasi məsələdir, tarixi məsələdir, müəyyən proseslərdə öz fikrini demək məsələsidir. Yəni bu yoxdur, belə şey ola bilməz axı. Şəxsiyyət olmaq üçün bunlar mütləq olmalıdır, sən proseslərdən xəbərin olmalıdır. Bu savaddan da artıq bir şeydir. Artıq gedir özünün təxəyyülünə gedir. O dərinliyə getməlidir ki, obrazlarda dərin görülsün. Cavanların çoxsunda şübhə deyilən şey yoxdur. Bunlar şübhələnəndə elə bilirlər ki, zəiflik deməkdir. Yəni verilən obraza, rolə heç vaxt şübhə ilə yanaşmırlar. Bilmirlər ki, məsəl üçün fikirləşmirlər daha doğrusu ki, İnam öz yerində, onun yanında da mütləq onun əkiz qardaşı şübhə olmalıdır. Yəni suallar doğmalıdır. O suallara cavab tapmalısan ki, şübhə getsin. Bu şübhə olmadığı üçün ancaq belə özündən razılıq əmələ gəlir, dikbaşlıq əmələ gəlir. Yəni şübhə mütləq olmalıdır istedadın, İnamın yanında. Konstantin Sergey Stanislavski, teatr reformatörü deyib ki, teatr sənəti özündə sevmək lazımdır, özü sənətdə yox. Və bu tendensiya var deyə ona görə dayazlıq var.